Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu emme ba'd. Değerli bacı ve kardeşler, bugün biz sizinle Peygamberimizin sallallahu aleyhi ve sellemin sirasından mevzumuza devam edirik ve bugünkü mevzumuz Peygamberimizin sallallahu aleyhi ve sellemin sevdiği kimseler hakkında olacaqdır. Allah Resulü sallallahu aleyhi ve sellem ona peygamberlik veriləndən sonra onun dəvət yolunda, Allah'a çağırışında yanında sadiq dostları var idi. Yanında sadiq insanlar var idi. Onlar ona həm mənəvi, həm fiziki, həm də maddi dəstək göstərirdilər. Lazım olanda hətta öz canlarından belə Allah Resulü'nün sallallahu aleyhi ve sellemin dəvətinə görə öz canlarından belə keçirdilər. Və əlbəttə ki, bu şəxslər, bu kimi insanlar Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin sahabələri adlanır. Yəni Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin sirdaşları onun əshabələri olublar. Əshabələr Peyğəmbərimizi sallallahu aleyhi ve sellemi Peyğəmbər olaraq qəbul etmiş, yəni ona iman gətirmiş, yəni İslamı qəbul etmiş, İslama təslim olmuş və İslam üzərində, yəni müsəlman olaraq dünyasını dəyişmiş kimsələrdir. Sahabələr Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dəvətinin ilk vaxtlarında, yəni Məkkədə ilk dəvətə başlayan zaman ona iman gətirən bir qism bu növdən idi. Yəni ilk vaxtlarda iman gətirənlər idi. Onlar əlbəttə ki, ən çətin vaxtda iman gətirənlər idi. Sonra Mədinə dönəmində iman gətirənlər var idi. Bu dövr biraz daha asan bir dövr idi. Və Məkkənin fəthindən sonra iman gətirənlər var idi ki, bunlar isə daha asan bir vaxtda iman gətiriblər və çətin vaxtda iman gətirənlər, yəni Peyğəmbərimizin peyğəmbərlik dönəminin ilk illərində, ilk günlərində iman gətirənlər daha hörmətli, daha izzətli sahabələr hesab edilirlər. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bu sahabələrə xüsusi sevgisi var idi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu sahabələrə həmişə yüksək dəyər verirdi. Və indi biz sizinlə dərsimizdə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sevdiyi sahabələri haqqında məlumat alacaq və ardıcıllıqla onlar haqqında öyrənəcəyik. Və ilk haqqında danışacağımız sahabə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən sevimli dostu, ən sadiq dostu. Çətin vaxtda, yəni Məkkədən Mədinəyə hicrət edərkən, yəni köç edərkən, necə ki, onların arxasında bir düşmən var idi, Məkkə müşrikləri var idi. Onlar Peyğəmbərimizi sallallahu aleyhi və səlləm təqib edirdilər, onu öldürmək istəyirdilər. Belə bir vaxtda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət edərkən öz yanında Əbu Bakr Əs-Siddiqi götürür. Ona görə ki, Əbu Bakr Əs-Siddiq radiyallahu anhu həm yaşca böyük idi, yəni Peyğəmbərimizlə sallallahu aleyhi və səlləmlə təxminən eyni yaşda idilər. Həm onun sadiq dostu idi, Peyğəmbərlikdən əvvəl də ona dost idi, Peyğəmbərlikdə də həmişə Peyğəmbərimizin yanında olmuş sadiq sahabələrdən idi və heç vaxt Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin haqqında bir an belə olsun tərəddüdə düşməyən bir sahabə idi. Elə ona görə tərəddüdə düşmədiyinə görə, hər halında Peyğəmbərimizi təsdiq etdiyinə görə ona Əbu Bakr Əs-Siddiq adı verilmişdir. Yəni Siddiq, yəni hər halında təsdiq edən deməkdir. Yəni ərəb dilində Siddiq kəlməsi mübaliğə formasında deyilən kəlmələrdəndir. Yəni bir insan çox doğruluyursa ona siddiq deyilir. Və Əbu Bakr radiyallahu anhu Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən çox sevdiyi sahabələrdən idi. Yəni onu ən çox Əbu Bakrı sevərdi və hər zaman Əbu Bakrı tərif edərdi. Amr ibn al-As, Allah ondan razı olsun, deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün Amr ibn al-As'ı Zat-ı Sələsil adlı döyüşə göndərir. Və mən deyir Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin huzuruna gəldim və dedim ki, sənin üçün ən sevimli insan kimdir? Yəni
En çok kimi sevirsən? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Yəni təbii ki, bu Mədinə dövründə idi. Buyurur ki, Ayşə, yəni həyat yoldaşı idi Ayşə, həm də Əbu Bəkirin qızı idi. Mən dedim ki, ya Rasulullah, bəs kişilərdən kimi daha çox istəyirsən? Dedi ki, Ayşənin atasını, yəni Əbu Bakır Əs-Siddiqi. Mən dedim ki, sonra bəs kimi çox sevirsən? Sonra dedi ki, Ömər ibn Xattabı və bir neçə nəfərin adını çəkdi. Buxari rəvayət etmişdir. Əlbəttə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu rəvayətdə, bu hədisdə əvvəla Ayşənin adını çəkir. Çünki Ayşə onun xanımı idi, həyat yoldaşı idi. Və Ayşəyə olan sevgisi həm dininə görə idi. Yəni bir müsəlman kimi onu həm sevirdi, müsəlmanın olan sevgisindən, həm də bir ər kimi öz arvadını sevirdi. Onun üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əvvəlcə Ayşənin adını çəkir. Amma Əbu Bəkrə və digər sahabələr olan sevgi isə bu dinə görə olan sevgidir. Yəni onların dininə görə, imanına görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onları sevirdi. Və Əbu Bakır Əs-Siddiq radiyallahu anhu əvvəla ilk İslamı qəbul edən kişilərdən idi. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ən birinci dəvət etdiyi kimsə, yəni kişilərdən, ailə xaricindən Əbu Bakır idi. Əbu Bakır radiyallahu anhu İslam'a dəvət edəndə, yəni ilk dönəmdə, yəni heç kəs onun peyğəmbərliyini hələ bilməyəndə ilk sirrini Əbu Bakır açır və Əbu Bakır radiyallahu anhu dərhal İslamı qəbul edirdi ki, ey Muhammed, mən heç vaxt səndən yalan, dolanbaşlıq və s. bir şey görməmişəm və mən bilirəm ki, sən doğru danışansan və sən nə deyirsənsə doğrudur və bu cür İslamı qəbul edir. Və Əbu Bakır radiyallahu anhu həmişə öz malını Allah yolunda xərcləyən sahabələrdən olur. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin heç bir halında onu tək qoymayıb. Bilirsiniz ki, Əbu Bakır varlı sahabələrdən idi, yəni onun malı mülkü çox idi, var dövlət çox idi. Və Əbu Bakır radiyallahu anhu həmişə öz malı ilə, dövləti ilə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin İslam dəvətində yardımcı olmuşdur. Hətta elə olub ki, bir qoşunun təchizatını Əbu Bakır radiyallahu anhu demək olar ki, öz mallarının hamısını ona sərf etmişdir. Yəni bütün varını, dövlətini Allah Resulü soruşanda ki, Əbu Bakır, yəni sən evində nə qoydun ailən üçün, uşaq üçün? Baxır ki, hər bir şey gətirib, malı, mülkün gətirib. Deyir ki, yalnız Allah və Resulünü qoymuşam. Yəni evimdə heç bir şeyi saxlamamışam. Amma buna baxmayaraq Allah Teala Əbu Bakırın malına yenə də bərəkət verib, həmişə onun evində ruzi bərəkət bol olmuşdur. Və əlbəttə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əbu Bakırı çox sevirdi, onun ən sevimli sahabələrindən idi. Və əlbəttə ki, ən çətin günlərində də yanında həmişə Əbu Bakırı görmək istəmişdir. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin deməli, Əbu Bakır olan sevgisinin bariz nümunələrindən birini də qeyd edək. Demək, Buxari və Müslimin səhihində gəlir ki, Əbu Səid Əl-Xudri, Allah ondan razı olsun, deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdiyi xəstəlik müddətində çıxdı insanlara bir moizə dedi. Və moizəsində dedi ki, İnna Allaha xayyara abdən beynə ən yu'tihu zuhrətəd dünya və beynə mə indəhu. Deyir, Allah bir bəndəsinə dünya ilə öz dərgahında olan arasında seçim təqdim etdi. Yəni, dedi ki, sevdiyi bəndəsinə ya dünyanı seç, ya da Allah dərgahında olanı seç və həmin bəndə fəxtara mə indəllah və həmin bəndə də Allah dərgahında olanı seçdi. Və bu zaman Əbu Bakır Əs-Siddiq radiyallahu anhu hönkür-hönkür ağlamağa başladı. Və biz deyir, təəccüb elədik ki, Əbu Bakır niyə ağlayır? Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem danışdı, söz dedi, amma Əbu Bakır başladı ağlamağa və dedi ki, atamız, anamız sənə qurban olsun, nə üçün ağlayırsan? Daha doğrusu Əbu Bakır radiyallahu anh deyir ki, atamız, anamız sənə qurban olsun ya Resulallah və deyir, ağlayır. Və mən öz-özümə sahabə deyir ki, Əbu Səid Əl-Xudri deyir ki, və mən öz-özümə deyim ki, mə yubqi hədə şeyx. Yəni bu, yəni yaşlı insan nə üçün ağlayır? Yəni Əbu Bakır deyir ki, bu yaşlı adam nə üçün belə ağlayır? Və deyir, əgər Allah Teala yəni bir bəndəyə müjdə veribsə, ona mükafat veribsə, o da Allah dərgahında mükafatı seçib. Yəni sahabələr bunu belə başa düşmüşlər ki, sadəcə burada bir müjdədən danışılır. Amma Əbu Bakır bu kəlmələrdən başqa bir mənanı başa düşmüşdü. Həmin məna nə idi? Və həmin məna o idi ki,
həmin o sevimli bəndə Allah Rəsulu sallallahu aleyhi və səlləm idi və bu kəlmələr Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin öləcəyi haqqında, dünyasının dəyişəcəyi haqqında bir eyham idi, işarə idi və bunu ancaq Əbu Bəkir radiyallahu anhu başa düşmüşdü və sahabə də deyir ki, bu məsələni yalnız Əbu Bəkir dərk elədi həmin məqamda. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm görür ki, Əbu Bəkir ağlayır. Çünki Əbu Bəkir onun dostu idi, sirdaşı idi, ən yaxın, sevimli dostlarından idi. Deyir ki, yə Əbu Bəkir, lə təbki, ey Əbu Bəkir, ağlama. Həqiqətən də mənim üçün ən əminəman insan dostluqda və mal dövlətin qorunmasında ən əminəman insan Əbu Bəkirdir, yəni sənsən. Əgər mən insanlardan özümə dost götürməyə ixtiyar verilsəydi mənə, mən o zaman Əbu Bəkir özümə dost seçərdim. Lakin bizim qardaşlıq münasibətimiz ancaq İslam qardaşlığıdır və İslam dostluğudur. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir rəvayətdə buyurur ki, deməli, məsciddə, yəni Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin evinə tərəf açılan qapıların hamısı bağlansın, yalnız Əbu Bəkirin qapısından başqa. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əbu Bəkiri həddindən artıq çox sevərdi, ona hörmət eləyərdi və onu həmişə məclisdə də, cəmaat arasında da həmişə fərqli bir davranışla deməli, öz sevgisini bildirərdi. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm Əbu Bəkir haqqında olan sevgisi haqqında rəvayətlər çoxdur. Yəni, biz bəzilərini qeyd etdik. İndi keçək növbəti şəxsə, bu Ömər ibn Xattab idi. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən çox dostluq etdiyi sahabələrdən biri də Ömər ibn Xattab idi. Təbii ki, Əbu Bəkir radiyallahu anhu ilk xəlifə idi. Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən sonra ilk xəlifə, müsəlmanların xəlifəsi Əbu Bəkir Əs-Siddiq olmuşdur. İkincisi isə Ömər ibn Xattab olmuşdur. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin hədislərində də həmişə Əbu Bəkir və Ömər, Əbu Bəkir və Ömər, Peyğəmbərimiz bu ki, mən, Əbu Bəkir və Ömər və s. bu kimi rəvayətlər çoxdur. Və bir gün Allah Rəsulu sallallahu aleyhi və səlləm Əbu Bəkir və Öməri görür, deyir ki, bax, bu kimsələr, yəni bunların ikisi qulaq və gözdür. Yəni, necə ki, qulaq və göz, yəni gözüm, işığım, biz demirik bizim dilimizdə. Peyğəmbər əsasında o cür deyir ki, bunlar deyir, qulaq və gözdür. Tirmizi rəvayət etmişdir və Şeyx Albani buyurur ki, bu hədis səhihdir. Yəni, bunlar olduqca dəyərli, vacib kimsələrdir. Necə ki, bir insan qulaqsız və gözsüz naqis olar, o cürdə ümmət Əbu Bəkir və Ömərsiz də naqis olar. Abdullah ibn Şəqiq rahiməhullah deyir ki, bu tabinlərdən idi Abdullah ibn Şəqiq. Mən deyir, Ayşəyə dedim ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə ən sevimli sahabə kim idi? Ayşə deyir ki, Əbu Bəkir. Mən dedim ki, sonra kim? Ayşə dedi ki, sonra Ömər. Dedim, sonra kim? Dedi ki, Əbu Ubeydə ibn-i Cərrah. Dedim, bəs sonra Ayşə radiyallahu anhə susur, heç bir şey söyləmir. Tirmizi və İbn Macə rəvayət edib və Şeyx Albani buyurur ki, bu hədis səhihdir. Və İbn Abbas, Allah ondan razı olsun, deyir ki, Ömər radiyallahu anhu dünyasını dəyişəndə onu gətirib, yəni cənazəsini uzadırlar çarpayının üzərinə və deyir, insanlar gəlib, deməli, artıq kəfənləndən sonra, cənazə hazırlanandan sonra onu deyir, qoymuşlar, yəni uzatmışdılar cənazəni və insanlar gəlib onun üçün cənazə namazı qılır, dua edirdilər. Və deyir, mən də bir toplumun içərisində idim. Eşitdim ki, kimsə deyir ki, Allaha and olsun ki, mən elə fikirləşirdim ki, Allah Teala səni iki dostumun yanında eləyəcək, yəni sənə yer verəcək. Yəni qəsd edir ki, Peyğəmbərimizin və Əbu Bəkirin yanında dəfn olunacaqsan. Bilirsiniz ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və deməli Əbu Bəkir Əs-Siddiq Ayşə radiyallahu anhənin evində bastırılıb, yəni hücrəsində. Və həmin adam deyir ki, mən Allahın adına and verir və deyir ki, mən elə bilirdim ki, Allah Teala səni iki dostundan ayırmayacaq, yəni onlarla birlikdə olacaqsan. Çünki mən çox eşidirdim ki, Allah Rəsulü buyururdu ki,
mən Əbu Bəkir və Ömər getdik filan yerə, mən Əbu Bəkir və Ömər filan şey etdik. Yəni həmişə deyir Peyğəmbərimiz sizin ikinizin adını bir yerdə çəkərdi. Və mən Allaha ümid edirəm ki, Allah Taala səni də onların yanında edəcək. Yəni onlarla birlikdə yatacaqsan sən də qəbrində. Və deyir mən deməli İbn Abbas deyir ki, mən təəccübləndim ki, bu kimdir belə danışan? Çönüb baxanda gördüm ki, bu Ali ibn Əbi Talibdir. Radiyallahu anhu. Buxari və Müslim rivayət etmişdir. Ona görə Muhammed ibn Sirin buyurur ki, mən düşünürəm ki, Əbu Bəkir və Öməri tənqid edən və təhqir edən bir insan Allah Rəsulunu sallallahu aleyhi və səlləmi sevə bilməz. Ona görə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əbu Bəkir və Öməri çox sevərdi və kim Allah Rəsulunun sevdiyi kimsəni sevmirsə, demək o özü də Peyğəmbəri sevmir. Bu da müsəlmanların ikinci xəlifəsi Ömər ibn Xəttab idi ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm ona da xüsusi sevgi bəsləyirdi. Sonra üçüncü kəs isə Osman ibn Affandır radiyallahu anhu. Osman ibn Affan da müsəlmanların üçüncü xəlifəsidir. Yəni Ömər ibn Xəttabın vəfatından sonra, şəhid olmasından sonra deməli Ömər şura qurur və deyir ki, mən düşünürəm ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin vəfatından sonra bugün xilafətə layiq olacaq kimsələr bunlardır və siz kimi seçsəniz bu nəfərlər arasından, yəni bir şura quracaq, təklif edəcək, onların kimi seçsəniz o da xəlifə olsun və onu eşidin və itaət edin. Və sonra sahabələrin adlarını sayır. Onlar Osman ibn Affan, Ali ibn Abi Talib, Talha ibn Ubeydullah, Zübeyir ibn Avvam, Abdurrahman ibn Avf və Sa'd ibn Vakkas idi. Buxari rivayət etmişdir. Və deməli Ömər ibn Xəttab radiyallahu anh öz oğlunu da bu şuraya təyin edir. Amma deyir ki, mənim oğluma xilafət verməyin. O sadəcə olaraq burada 6 nəfərdir. O deyir ki, hansı tərəfdə çox adam olsa, Abdullah ibn Ömər də o çoxluqda səs versin. Yəni, ortada mübahisə düşməsin deyə deyir, oğlum da səs sahibi olsun, amma demək, kimə çox səs verirlərsə, o da onlara dəstək versin. Və Osman ibn Affan kim idi? Osman ibn Affan radiyallahu anhu Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə qohumluğu çatan Qureyş qəbiləsindən bir nəfər idi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Osman ibn Affan həmişə tərifləyib, onu həyalı, abırlı bir sahabə kimi həmişə təqdim edib, hətta bildirib ki, hətta Allahın mələkləri belə Osman ibn Affandan həya eləyirlər və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 2 qızını Osman ibn Affana vermişdi. Onlar Ruqayya və Ummu Gülsüm qızlarını deməli Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Osman ibn Affana vermişdi. Və birinci yoldaşı, yəni Ruqayya Peyğəmbərimizin qızı radiyallahu anhə dünyasını dəyişir. Dünyasını dəyişəndən sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ikinci qızı Ummu Gülsümü də Osman ibn Affana verir. Və əgər alimlər deyirlər ki, əgər Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Ummu Gülsüm də müəyyən bir müddətdən sonra dünyasını dəyişir və deyirlər ki, hətta Peyğəmbər sallallahu üçüncü qızı olsaydı, yenə də Osman ibn Affana qızını verərdi. Çünki Osman radiyallahu anhu olduqca abırlı, həyalı, əxlaqlı, ədəbli bir sahabə idi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona xüsusi hörmət, xüsusi sevgiyi bəsləyərdi. Deməli, Abbad ibn Abbad rahiməhullah deyir ki, mən deyir bir gün Məkkədə Mina şəhərciyinə gəldim, həcc vaxtı idi və orada Yunus ibn Xəbbəb adlı bir rafizi var idi və həmin o rafizi, yəni Yunus ibn Xəbbəb orada danışırdı və qəbir hadisəsindən danışırdı və o deməli hekayəni danışdı, qutardı və sonra dedi ki, bu məsələdə, bu hadisədə bir məsələ var ki, onu fasik murciyələr gizlədirlər. Yəni, deməli, əhl-i sünnəni ittiham edir həmin rafizi. Mən deyir, Abbad ibn Abbad deyir ki, mən ona dedim ki, bəs nədir o? Deməli, insana deyir, qəbrində gələndə ona sual veriləcək, yəni qəbir haqqında danışır. Və deyir ki, insana qəbrində deyiləcək ki, sənin vəlin kimdir?
O da deyir ki, mənim vəlim Əlidir. Və Abbad ibn Abbad deyir ki, mən bu haqda heç yerdə eşitməmişəm. Yəni, heç bir sahabədən, tabiindən bu məsələ vardı. Bir şey eşitməmişəm. Və o soruşur ki, bəs sən hardansan? Abbad ibn Abbad da deyir ki, mən deyir, Bəsrədənəm. Deyir ki, həmin o rafizi deyir ki, siz deyir, Osman ibn Affanı sevənsiniz, hansı ki, Peyğəmbərin 2 qızını da qətlə yetirib. Yəni, Osmanı ittiham edir ki, Osman Peyğəmbərin 2 qızını evlənib və onları qətlə yetirib. Və mən də ona dedim ki, yaxşı, birin öldürmüşdüsə, niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm 2-ci qızını da ona verdi? Və bunu deyəndə o deyir, pərt oldu, heç bir şey cavab verə bilmədi. Və sonra başladı deyir, məni söyməyə. Dedi ki, sən mundar deyir, Osmançısan. Yəni, bu rəvayəti gətirməkdə məqsədimiz odur ki, hətta o zaman da görürsən Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sahabələrinə nifrət edən insanlar da var idi və onlar təbliğ edirdilər sahabələrə düşmənçiliyi. Yəni, burada söhbət gedir hicrətin 2-ci əsrindən. Və buna baxmayaraq, deməli, Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sahabələr haqqında olan demək, sevgisini bildirən rəvayətlər, hədislər açıq-aşkardır və bu rəvayətlər çoxluq təşkil edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara necə sevgi göstərib və bu danılmaz faktlardır. Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sevdiyi sahabələrdən biri də möminlərin əmiri, 4-cü xəlifə Ali ibn Əbi Talibdir. Allah ondan razı olsun. Ali ibn Əbi Talib radiyallahu anhu Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əmsi oğluydu və eyni zamanda Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qızı Fatimə ilə evlənən kürəkəni idi. Və Ali ibn Əbi Talib radiyallahu anhu İslamı ilk qəbul edən uşaqlardan idi. Yəni Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə Peyğəmbərlik veriləndə Ali radiyallahu anhu Peyğəmbərimizin ailəsində, evində bir uşaq idi və o da uşaqlar arasında, yəni azyaşlılar arasında İslamı ilk qəbul edənlərdən idi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ali ibn Əbi Talib haqqında da kifayət qədər fəzilətlər söyləyib, ona olan sevgisini ifadə edib və Ali radiyallahu anh da bu sevgiyə həmişə sədaqətlə, güvənlə, etibarla cavab vermişdir. Və Sələmət ibn Əqva radiyallahu anh deyir ki, bir gün Allah Rəsulü sallallahu aleyhi və səlləm Xeybər qalasının fəthində dedi ki, sabah mən bayrağı bir kimsəyə verəcəm, o kimsəni Allah və Rəsulü sevir. Və deyir, insanlar axşam hamı yatanda fikirləşir ki, görəsən bu kimsə kimdir? Ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm ona bayrağı verəcək və ona belə bir müjdə verib ki, o kimsəni Allah və Rəsulü sevir. Və deyir, səhər açılanda hamı Peyğəmbərimizin sallallahu aleyhi və səlləm ətrafına yığışdı, toplaşdı və hər kəs ümid edirdi ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm bayrağı ona verəcək. Və Allah Rəsulü buyurdu ki, Ali ibn Əbi Talib hardadır? Dedilər ki, ya Rasulallah, o gözlərindən şikayət edir, yəni gözləri ağrıyır. Və deməli, Sələmət ibn Əqva deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm məni göndərdi, dedi ki, gel əlini çağır. Mən deyir, getdim əlini çağırmağa və onun əlindən tutub Peyğəmbərin yanına gətirdim. Çünki gözləri tutulmuşdu, ağrıyırdı, yəni gözlərini aça bilmirdi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz ağız suyundan deyir, Ali radiyallahu anh'ın gözlərinə sürtdü və bayrağı ona verdi. Yəni, Xeybər qalasının fəthi üçün bayrağı ona verdi. Və bu rəvayəti, bu hadisəni Buxari və Müslim öz səhihində nəql etmişdir. Və bu hədisdə Allah Rəsulunun sallallahu aleyhi və səlləmin Ali ibn Əbi Talibə olan sevgisi açıq-aşkar bilinməkdədir. Əlbəttə ki, bu bir nümunədir. Belə nümunələr çoxdur. Hər 4 sahabə haqqında, Əbu Bakır, Ömər, Osman və Ali radiyallahu anhum haqqında belə rəvayətlər çoxdur. Və bütün bunlar hamısı Əhl-i Sünnənin kitablarında nəql edilmişdir. Yəni, Buxari və Müslim başda olmaqla bütün Əhl-i Sünnə kitablarında sahabələrə qarşı bu cür sevgi ilə, hörmət ilə, izzət ilə olan rəvayətlər həddindən artıq çoxdur və biz də sahabələri radiyallahu anhumu hamısını sevirik. Başda Əbu Bakır olmaqla, sonra Ömər, sonra Osman, sonra Ali və sonra bütün sahabələr olmaqla
hamısını Allah üçün sevirik. Allah onların hamısından razı olsun. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem o sahabeləri sevmiş, onlara hörmət etmiştir. Bizim də borcumuz onları sevmək və hörmət etməkdir ki, Allah subhanahu wa ta'ala bizi həmişə xeyir əhlini sevməyə müvəffəq etsin. Və beləliklə bugünkü sirra dərsimizdə mövzumuz yekunlaşır. İnşallah növbəti dərsimizdə görüşənə qədər. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.